Elə hərdən dindar insanlardan davranış görsən ki, heç bir kişi özünə sığışdırmaz onu eləməyə. Heç bir insan özünə sığışdırmaz o nalayiq hərəkətləri eləməyə, o namərdlikləri eləməyə. İman özünü bu şeylərdə göstərməlidir, mürüvvətdə göstərməlidir, ünsiyyətdə göstərməlidir, başqalarına mərhəmətdə göstərməlidir, başqalarının hüququna riayətdə göstərməlidir. Biz imanı kilo ilə ölçürük, səhv eləyirik. Filankəs 20 dəfə həcdə olub, 15 dəfə Kərbəlada, 30 dəfə Məşəddə, bəh-bəh, mömin adamdır. O deyil, qadının möminəliyi ziyarətinin nəticəsi həyat yoldaşı ilə ünsiyyətindədir, yoxsa həyat yoldaşını, ailəsini qoyub, xanım bütün günü ziyarətlərdədir. Hacı xanım, buyurun ora, Kərbəlayı xanım, buyurun bura. Oradan gəlir, bura gedir, buradan gəlir, evdə tapmaq olmur, bu möminə xanımdır da, bu bütün günü gərək bütün ziyarətgahları gəzsin. Bunda göstərmir özünü. Bəli, möminə xanım da ziyarətə gedə bilər, getməlidir. Amma hər şeyin bir bəlli həddi, hüdudu var. Bəzi adamlar üçün ziyarət də bir məşğələ olub, bir məşğuliyyət olub, bir əyləncə olub, bir büt olub, istənilən ziyarət. Hamısının arxasında, yenə deyirəm, özünü gündəlik həyatda göstərirsə, onda ziyarətdir.